Dünyada tarixi qələmə alanlar çox olsa da, tarix yaradanların sayı azdır. Heydər Əliyev məhz tarix yaradan nadir insanlardan biridir. Qazax rayonunda keçirilən konferansda anadan olmasının 102-ci il dönümü qeyd olunan Ulu Öndərin həyatı və siyasi fəaliyyətindən, müstəqil dövlətçiliyimizin qurulmasında və inkişafında göstərdiyi xidmətlərdən bəhs edilib. Ümummilli liderə həsr edilən şeir və mahnılar ifa olunub. Ulu Öndərin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyasının rayon təşkilatının bir qrup üzvünə fəxri fərman, yeni üzvlərə isə vəsiqələr verilib. İqtisadi qüdrətin artması. Bu gün də mən fəxr edirəm ki, Heydər Əliyevlə mən bir neçə dəfə ünsiyyətdə olmuşam. Azərbaycan qadınlarının qurultayında, müəllimlərin qurultayında onun söylədiyi nitqləri ürəklə dinləmişəm. Doğrudan da o elə bir şəxsiyyət idi ki, onun çıxışları doğrudan da o qədər natiq, sevindirici. Bugünkü elmi praktik konferansdan da bəllidir ki, Heydər Əliyev yalnız dövlət qurmadı, o həm də hüquqi düşüncə formalaşdırdı. Məhz konstitusiyamız onun uzaqgörənliyinin ifadəsidir. Konferansda edilən çıxışlardan da bəllidir ki, Heydər Əliyev ideyaları yaşayır və biz gənclər də daim onun davamçılarıyıq.